Bugün bütün Türk elinde, İslam elinde böyle güzel kardeşlik, sülh, mehribançılıq, barış bayramı qeyd edilir. Yazın gəlişi, Novruzun gəlişi, torpağın oyanışı, xalqımızın adət-ənənəsini yaşadan bu bayramla bir daha xalqımıza, ölkəmizə, dövlətimizə, ümmətimizə, Türkiyəmizə sülh, barış, qələbə arzu edirəm. Bütün xalqımızı, dövlətimizi təbrik edirəm. Allah bizim xalqımızı, dövlətimizi, millətimizi qorusun. Bu bir daha xalqımız savaş görməsin, müharibə görməsin, şəhid verməyək. Bu həmişə xalqımız qələbə qazansın, uğur qazansın, zəfər əldə etsin. Yaşasın Azərbaycan dövləti, yaşasın ümumilli liderimiz Heydər Əliyev ideyaları, yaşasın Müzəffər Ali Başkomandanımız İlham Əliyev cənabları. Təbrik edirəm. Tebrik ediyoruz. Sağ olun Sayın Valim. Çok teşekkür ederiz. Tongal'ın sıcaklığı artık bize de